Salam dəyərli şagirdlər, hər vaxtınız xeyir. Bugünkü mövzu izahımız tərs funksiyaya aid olacaq. Nədir bu tərs funksiya? Məsələn, yazılır ki, y bərabərdir fx. Y bərabərdir fx. Bu funksiyanın tərsi olacaq. F tərs deyiləndə uşaqlar qüvvətdə mənfi işarəsilə yaza bilərik və yaxud mənfi bir işarəsi formasında qeyd olunur. Yəni y bərabər fx-in tərsi f tərs x. Bu cür qeyd olunur. Və burada fx və onun tərsi qarşılıqlı tərs funksiyalardır. Və bu qarşılıqlı tərs funksiyaların qrafikləri y bərabərdir x düz xəttinə nəzərən simmetrik olur. Tərs funksiyada ümumiyyətlə, tərs funksiyada belə deyək də, özünün hər bir qiymətini təyin oblastının yalnız bir nöqtəsində alan funksiya tərs funksiya olur. Yəni, dönən funksiya olur. Əlavə olaraq, deməli, qeyd etdik, funksiyanın, deməli, dedik, funksiya fx, y bərabərdir fx, tərsi nə oldu? F-in tərsi x. Bir də bunu deyək ki, funksiyanın tərsinin tərsi funksiyanın özünə bərabərdir, uşaqlar. Funksiyanın tərsinin tərsi nəyə bərabərdir? Elə funksiyanın özünə bərabərdir. Funksiyanın özünə bərabərdir. Məsələn, funksiyanın tərsinin tərsi. F tərs, belə yazaq da. Bir də bunun da tərsi. Nəyə bərabər olacaq? Elə fx-in özünə bərabər olacaq. Sonra əlavə bir qayda. Biz çox vaxt rastlaşırıq ki, məsələn, f tutalım ki, 3x plus 5 bərabərdir, tutalım 7x-a. Bu zaman f-in tərsinin 7x-daki qiyməti də bərabər olacaq 3x plus 5-ə. Bu haradan gəlir bu qayda? Məsələn, f tutalım a, məsələn, b-dirsə, bu zaman f-in tərsinin b-dəki qiyməti də a-dır. Bu cür. Sonra, məsələn, bizə bir sual verilə bilər ki, tutalım ki, yazıb ki, f2x plus 5 bərabərdir 3x minus 1-ə. Bizdən f-in tərsinin 3-dəki qiymətini soruşur. Məsələn, f-in tərsinin 3-dəki qiymətini, laf olsun, f-in tərsinin 5-dəki qiymətini bizdən soruşur. İlk öncə tərsini yazıram. Tərsi o zaman nə olacaq? F-in tərsinin 3x minus 1-dəki qiyməti bərabər olmalıdır 2x plus 5-ə. İndi bizdən soruşulan budur axı. O zaman mən bu x-i nə etməliyəm? X-in yerinə nəsə yazmalıyam ki, bura 5 olsun, düzdür? Və yaxud qaydası necədir? Bizdən soruşulanı bərabər edirik bir-birinə. 3x minus 1 5-ə bərabər. 3x buradan mənfi 1 digər tərəfə keçdi. 6x bərabər oldu 2. Həqiqətən x-in yerinə 2 yazanda bu olur f-in tərsinin 5-dəki qiyməti. Burada x yazsam, 2 yazsam, 2 vur 2, 4 plus 5, 9. Deməli, f-in tərsinin 5-dəki qiymətinin cavabı olacaq 9. Sonra, məsələn, funksiya verilir ki, tutalım, deyilir y bərabərdir 5x plus 6, 3x plus 7. Deyir ki, funksiyanın tərsini tap. Birinci praktik qaydası var, onu da deyəcəm. Amma qanuni həll yolu necədir, uşaqlar? X ilə y-in yeri dəyişir. Nə olur? Olur x bərabərdir 5y plus 6, 3y plus 7. İndi burada tənasüb qaydasına əsasən bir-birinə vuracaq, düzdürmü? Yəni bu x hara vurulacaq? Məxrəcə. Olacaq nə? 5y plus 6 bərabər nəyə? 3xy plus 7x-a. Aha, bu belə. İndi burada nə edək? X, y-ləri. Deməli, bizə lazım olan ən sonunda nə olmalıdır? Funksiya halını alması üçün. Y bərabərdə olmalıdır, düzdür? Buradan nə alaraq? Biraz daha sadə formada yazsam, 3
x, y çıxılsın 5y bərabərdir 6 çıxılsın 7x. Buradan nə alıram? Burada ortaq vuruq neçədir? Y-dir. Y-i çıxarsam nə qalır? 3x minus 5. Nəyə bərabərdir? 6 çıxılsın 7x-a. Aha. İndi buradan mən y-i necə yazmalıyam? Yəni y nəyə bərabər olacaq? 6 çıxılsın 7x bölünsün 3x minus 5. Düzdürmü? Aha. Cavabımız olacaq bu. Yəni, bizə verilmişdi əvvəl neçə? Y bərabərdir. Baxın, bizə verilən funksiya bu idi. Bizdən bunun tərsini soruşduqda hansı funksiyanı almış olduq? Y bərabərdir 6 çıxılsın 7x bölünsün 3x minus 5. Buradan uşaqlar nə anlayırıq? İndi praktik qaydanı burada göstərmək olar. Burada bizə verilsə, məsələn, y bərabərdir. Tutalım ki, deyir ki, sürətli olur a x plus, deyək ki, tutalım b. Məxrəcdə də olur c x plus d. Aha. Bunun tərsini necə tapırıq? Yerlər dəyişir və əks işarə ilə. Məxrəc olur cx. Baxın, bunlar yerində qalır. Bax, bunlar yerində qalır. Dəyişmir. Cx. A olur mənfi. Sürətli isə mənfi d x plus b şəklini alır. Həqiqətən də burada fikir versəniz, baxın. 7 burada deməli 3x ilə yeri nə dəyişib burada? Yəni, soruşulan qaydaya əsasən belə olub da, belə deyək, bax. 3x çıx 5, sürətdə nə olub? 7x plus 6. Yəni, bu yazılış eyni budur da, düzdür? İndi fikir verin, bax, 5 müsbət idi, 7 ilə yerin dəyişib olub mənfi, düzdürmü? 7 müsbət idi, 5 ilə yerin dəyişib olub mənfi. Bax, görürsünüz, yerin dəyişib. Məsələn, bir digərini yaza bilərik. Tutalım ki, bax, yazıram. Y bərabərdir 3x plus 7. Məxrəcdə də 6x plus 8. Biz tərsini necə taparıq bunun? Dedik, nə olacaq? 3 gələcək aşağı mənfi olacaq. Düzdür? Mənfi 3. 6x yerində qaldı. 8 də qalxacaq yuxarı. Nə olacaq? Olacaq mənfi 8x plus 7. Oldu tərsi. Və yaxud bayaqki yolla da bunu yaza bilərik. Məsələn, bizə verilə bilər ki, y bərabərdir. Y bərabərdir. 3x plus 8-in deyir, tərsini tap. Tərsini deyir, tapın. Dedik, nə edəcəyik? X ilə y-in yeri dəyişəcək ilk öncə. Olacaq x bərabərdir 3y plus 8. Düzdürmü? Buradan məqsəd nədir? Y-i tək saxlamaq. O zaman 3y nəyə bərabər olacaq? 3y bərabər olacaq x çıxılsın 8. Vəssalam. Artıq y-in yalnız qalması üçün hər tərəf 3-ə bölünəcək. Bitdi. Olacaq y bərabərdir x bölü 3 çıx deməli 8 böl 3. Vəssalam. Və yaxud bunu da belə yaza bilərik. Bura 1, 3-də 1, x. Bu oldu tərsi. Belə. Deməli, funksiyanı dedik. Yəni, bu qaydada. Belə uşaqlar, tərs funksiya barədə məlumatlar sizə dedim. İnşallah ki, aydın olar. Bu qədər. Sağlıqla qalın.